İnsanları uca Allaha dəvət etmək və həmçinin bu dəvətdə səbəbkar olmaq, bu dəvətə dəstək olmaq məhz insanların haqqı batildən ayırmaları üçün ən önəmli və ən əsas səbəbdir. Və bu görəv də insanları Allaha dəvət etmək məhz Allah Taala'nın göndərdiyi peyğəmbərlərin əsas vəzifəsi və görəvi olmuşdur. Və eləcə də qiyamət gününə qədər onların ardınca gözəl şəkildə tabe olanların yolu olmuşdur. Ona görə əziz müsəlmanlar, kim Allahın dininə dəvət edirsə və həmçinin bu dəvətə vasitəçi olursa, bilsin ki, bu peyğəmbərlərin bir görəvi olmuşdur, əsas vəzifəsi olmuşdur. Və uca Allah peyğəmbərləri məhz insanları özünə ibadət etməyə yönəltmək üçün göndərmişdir. Peyğəmbərlərin əsas gəlişi və qayəsi nədən ibarət olmuşdu? Allah Taala peyğəmbərləri insanları özünə tanıtmaq üçün göndərmişdir. Və eləcə də uca Allahın haqq yolu peyğəmbərlərin vasitəsilə, səbəbkarlığı ilə insanlara çatdırılmışdır, təbliğ olunmuşdur. Uca Allahın yoluna dəvət etmək və həmçinin uca Allahın yoluna dəvət etməyə dəstək olmaq, vasitə olmaq məhz Allah Taala'nın göndərdiyi peyğəmbərlərin ən əsas görevlərindən olmuşdur. Və həmçinin bu dəvətə dəstək olan, bu dəvətə səbəbkar olan hər bir kəsin Allah dərgahında əlbəttə ki, qədri və qiyməti böyükdür. Şək yoxdur buna.